Azərbaycanlılara qarşı hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli 15 nəfərin məhkəmə prosesi bugün davam etdirilir. Bakı Hərbi Məhkəməsində keçirilən iclasla bağlı ətraflı məlumatları birbaşa bağlantıda olan əməkdaşımız Südabə Cahangirli bizə çatdıracaq. Buyurun, söz sizdədir. Sabahınız xeyirli olsun. İlkin məlumatlar ondan ibarətdir ki, təqsirləndirilən şəxs Ermənistan vətəndaşı Aray Karutunyan, Bakos Hakyan, Arkadiy Qukasyan və digərlərinin barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi ibtidai istintaq zamanı ifadə verən zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varislərinin ifadələrinin elan olunması, eyni zamanda müdafiə tərəfinin təqdim etdiyi əlavə sübutların tədqiq edilməsi ilə davam etdiriləcək. Qeyd edək ki, bundan əvvəlki iclaslarda bir qrup zərərçəkmiş və zərərçəkmişin hüquqi varisi məhkəməyə müraciət edərək üzürlü səbəblərdən prosesdə iştirak edə bilmədiklərini və ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini, həmin ifadələrin də məhkəmədə elan olunmasını xahiş etmişdilər. Eyni zamanda ötən iclaslarda müdafiə tərəfi əlavə sübutlar təqdim etmişdi məhkəməyə. Həmin sübutların da məhkəmədə tədqiq olunmasını xahiş etmişdilər. Məhkəmədə həmin vəsadətləri təmin etmişdi və bundan sonra həmin əlavə sübutların tədqiqinə başlanılmışdı. Həmin əlavə sübutların bir hissəsi ötən iclaslarda tədqiq olunub, bir hissəsi isə növbəti iclaslarda tədqiq olunacaq. Qeyd edək ki, bu iş üzrə 531 mindən çox zərərçəkmiş və zərərçəkmişin hüquqi varisləri var. Onlar məhkəmə prosesində həm zərərçəkmiş qismində əyləşirlər məhkəmədə, həm də ifadə verirlər. Bundan əvvəlki iclaslarda da zərərçəkmiş və zərərçəkmişlərin böyük bir hissəsi məhkəmədə ifadə veriblər, hansı şəraitdə nə zaman zərər çəkdikləri barədə bildiriblər və həmin ifadələrdə də Ermənistan Azərbaycana qarşı apardığı bu təcavüzkar müharibə və işğalçılıq siyasəti ümumiyyətlə ifadələrdə də təsdiqini tapıb. Məhkəmə prosesi açıq keçirilir, təqsirləndirilən şəxslər də müxtəlif vəsadətlərlə hər iclaslarda çıxış edirlər, onların da təbii ki, qanun çərçivəsində olan vəsadətləri təmin olunur. Açıq keçən məhkəmə iclası ilə bağlı biz xəbərlərin növbəti buraxılışında daha geniş məlumatları tamaşaçıların diqqətinə çatdırmağa çalışacağıq. Hələlik isə bu saata Bakı məhkəmə kompleksinə çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə studiya ötürürük. Təşəkkür edirik Südabə, siz ətraflı məlumatlara görə biz də digər mövzularla davam edirik.